Bismillah. Selamun Aleyküm əziz müsəlmanlar. Deməli, keçən dərsə qaldığımız yerdən davam edək. Burada belə mötərizənin içərisində qayda kimi müəllif veribdir. Deyir ki, nəqulu biz deyirik, indi kitabun. Mənim kitabım var. İndi mənim var kitabım. Və nəqulu həmçində biz deyirik, li əxun. Mənim var qardaşım, mənim qardaşım var. Bu şəkildə deyilir. Lə nəqulu demirik, indi əxun. Demirik, mənim qardaşım sözünü bu şəkildə demək olmaz. Bu xətadır. Yəni, deyə bilərsiniz, li əxun. Əgər deməli, hansısa cansız əşyalardırsa, ona həm deyə bilərsiniz, indi kitabun. Bu daha yaxşıdır, belə deyəsiniz. Məsələn, mənim kitabım var. Həmçində deyə bilərsiniz, burada müəllif qeyd edilməsə belə, icazəlidir. Bu kitabın özündə də inşallah irəlidə görəcəksiniz. Bu şəkildə vermədə heç bir problem yoxdur. Li kitabun desəniz, mənim kitabım var, bu şəkildə də demək olar. Ancaq deməli, insanlara aid olan, məsələn, mənim qardaşım var, bacım var, əmim, xalam və s. Bu şəkildə indi, əxun, uxtun, ummun, əbun bu şəkildə demək olmaz. Mütləq deməlisiniz, li əxun, li uxtun, li əbun, li ummun və s. Burada bir dənə də məsələ var. Deməli, indi əxun sözünü işlətmək olar nə zaman? İndi əxun sözünü nə zaman işlədə bilərik? Məsələn, kimsə sizə zəng edir və soruşur ki, mən indəkə, bu şəkildə sual verir, mən indəkə, sənin yanında kim var? Deyə bilərsiniz, indi əxun, mənim yanımda qardaşım var. İndi ummun, indi uxtun və s. Bu şəkildə, bu situasiyada, bu vəziyyətdə demək olar. Mən indəkə, kim var sənin yanında? İndi əxun, indi uxtun və s. Lakin mənim qardaşım varı, mənim qardaşım var sözünü bu şəkildə ifadə etmək xətadır. Yalnız deməlisiniz, li əxun. Ümid edirəm ki, anlaşılan oldu. Keçək növbəti çalışmamıza. Növbəti çalışmamız 7. Mə'a. Mə'a deməli, birlikdə, bərabər deməkdir. Özündən sonraki sözü cərr edir və misalları oxuyaq cümlələri. Xaracə Hamidun mə'a Xalidin. Gördüyünüz kimi cərr etdi. Çıxdı Hamid Xalidlə birgə, Xalidlə bərabər. Zəhəbə ət-tabibu, getdi həkim mə'əl mühəndisi. Gördüyünüz kimi yenidən cərdədir. Getdi həkim mühəndislə bərabər, mühəndislə birgə. Cələsəl müdərrisu, müəllim oturdu mə'əl müdiri, müdirlə bərabər, müdirlə birgə. Mən mə'əkə yə Aliyyü, mən kim, mə'a birlikdə bərabər, kə səninlə, səninlə, səninlə birgə kimdir? Ey Əli. Və yaxud da kim səninlə birgədir? Ey Əli. Mə'i zəmili. Yol, deməli, qrup yoldaşım və yaxud da sinif yoldaşım, iş yoldaşım da ola bilər. Mənim yoldaşım mənimlə bərabərdir, mənimlə birgədir. Əminətu mə'əhə, Əminə onunla bərabərdir. Yəni, hə qayıdır Əminəyə, çünki qadın cinsindədir. Onunla bərabərdir. Zəvcuhə, onun həyat yoldaşı. Yəni, Əminənin həyat yoldaşı Əminə ilə birlikdədir. Xaracə əbi, çıxdı mənim atam, minəl beyti, evdən. Mən xaracə mə'əhu, kim çıxdı? Mə'ə, birlikdə, onunla birlikdə kim çıxdı? Xaracə mə'əhu əmmi, çıxdı onunla birgə, əmmun, deməli, əmi deməkdir, əmmun. Üzərinə i artırdıqda olur, əmmi, mənim əmim. Bu söz əslində qalsa bizim dilimizdə əmi deyilir, lakin necə olubdur bu? Ammi sözü necə olub ki, əmi formasına düşüb? Bu ayn, bunu olduğu kimi yazaq, ammi. Uzatmayla.
Bunu dəyişib eləmişik əlif, daha doğrusu mimin də birini silmişik, eləmişik əmi. Məsələn, Türkiyədə buna emmi deyirlər. A demirlər, emmi deyirlər. Bunlarda mim hərfləri qorunubdur, A-nı dəyişdirib E deyiblər, sonu da qalıbdır. Bəli. Kifayət edir məncə. Bir dənə də burada qayda var. Onu izah edəyəkmi, yoxsa keçəkmi üstündən? Məncə gələn dərsə qalsa daha yaxşı olar. İnşallah qısa olsun dərsimiz. Allah asanlaşdırsın, xeyirli elm nəsib etsin hər birimizə. Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuhu.